Salam. Bugün reflektordan danışırıq. Başqa sözlə qaytarıcı. Gördüyünüz bu qurğu lazım olanda işığı əks etdirə bilir. Lazım olanda onu daha isti və ya daha soyuq edə bilir. Bəzən bizə lazım olanda isə işığı ondan bir növ süzərək daha da yumşaltmaq mümkündür. Yəni bəzən əlavə işığı almadan reflektor ilə əlavə işıq effekti yaratmaq mümkündür. Misal üçün, günəşin yaratdığı sərt kölgələri itirmək üçün və ya bu kimi atmosferdə bir tərəfdən işığı yerləşdirib, digər tərəfdən kölgələri qaytarmaq üçün həmin işıq şüalarını üzümüzün digər tərəfinə qaytara bilərik. Reflektorlar bir neçə cür ola bilir. Əlimizdəki model 5 rəngli modeldir. Gəlin indi rənglərin hər birisinin nə işə yaradığına baxaq. Ağ səth yumşaq, təbii işıq vermək üçündür. Gümüşü səth isə daha parlaq və daha sərt işığı əks etdirmək üçün istifadə olunur. Qızılı səth isə isti tonlarda rəng almaq üçün istifadə oluna bilər. Qara tərəfi isə işığı udur, istənməyən işıq və kölgəni bloklamaq üçün istifadə olunur. Daha dramatik səhnələr yaratmaq üçün də istifadə oluna bilər. Difuzor isə yarım şəffaf parça olduğu üçün işığı ondan keçirdərək yumşalda bilərik. Reflektorlar işıqdan əks tərəfdə, difuzor isə işıq ilə subyekt arasında yerləşdirilir. Əgər işıqlandırma ilə maraqlanırsınızsa, kanalda başqa videolarımız da var, onlara baxa bilərsiniz. Sağ olun, növbəti videoda görüşərik.